Salam, hər vaxtınız xeyir olsun, dəyərli Dost TV izləyiciləri. Günlərdən 10 iyun çərşənbə günü saatlarımız hazırda 14:41-i göstərir. Dost qapısı efirdədir. Hazırda Dost TV-nin YouTube, Facebook, Instagram və TikTok platformalarından canlı olaraq yayımlanırıq. Canlı efir zamanından istifadə edərək, əgər sosial sahə ilə bağlı suallarınız varsa, buyurub efirin chat bölməsinə yazaraq qeyd edə bilərsiniz. Hazırda, yəqin ki, ekranda da bizim nömrələrimizi görürsünüz. İzləyicilərimizdən xahiş edirik ki, nömrəyə zəng etməsinlər. Çünki Dost qapısı üçün Dost qapısı verilişi üçün müraciətlər yalnız video şəklində qəbul edilir. Bəli, yardımlıdan Şamon Məmmədov bizə ünvanlı sosial yardım üçün müraciət edib, çətin vəziyyətdə yaşadıqlarını və dəstək göstərilməsini bizdən xahiş edir. Əvvəlcə onun müraciətini izləyək. Sizə müraciət etmişəm, Allah köməyiniz olsun. Xahiş edeyim bizdən, mənim bu ünvanlı yardımın keçməsində mənə köməklə göstərəsiniz. 6 nəfər ailəm var, ikisini ayırmışam təsərrüfatdan, məndən uzaqda yaşayırlar. 4-ü mənnəndir, hal-hazırda. Vəziyyətim pisdir. İzləyicimizin müraciətini Dövlət Sosial Müdafiə Fonduna yönləndirdik. Fonddan müraciət təsdiqləndi və vətəndaşa bir il müddətinə 488 manat məbləğində ünvanlı sosial yardım təyin edildi. Yardımlı rayon sakini Məmmədov Şama Qurbanzadə oğlu ünvanlı dövlət sosial yardımla bağlı Dost qapısı proqramına müraciət edib. Müraciət ətraflı araşdırıldı və məlum oldu ki, sözü gedən şəxsin elektron sistemə müraciətinə əsasən ailənin maddi-məişət şəraitinin müayinəsi həyata keçirilib. Müayinədən sonra ailəyə 1 aprel 2026-cı il tarixindən bir il müddətinə 488 manat 28 qəpik məbləğində sosial yardım təyin olunub. Vətəndaşa aprel və may üzrə ödəniş edilib. Səbrabaddan isə Samirə İbrahimova da ünvanlı sosial yardım üçün müraciət edib, bundan öncəki müraciətlərinə imtina verildiyini bildirir. Vətəndaş ailənin bütün yükünün onun üzərində olduğu və dəstəyə çox ehtiyaclarının olduğunu bildirir. Mən sosialla bağlı müraciət eləmişəm. Dəfələrlə yoxlama gəlib, mənə imtina veriblər. Ailədə 5 nəfərik, 3 evladım var. Yoldaşım xəstədir, əməliyyat olunub. Ağır işlərdə işləyə bilmir. Ailəni mən dolandırıram. Mən sizdən xahiş edirəm. Mənim sosial yardıma kömək edəsiniz. İzləyicimizin müraciətini Dövlət Sosial Müdafiə Fonduna yönləndirdik. Fondda məsələyə baxıldı və bildirildi ki, imtina səbəbi müraciət zamanı vətəndaş ailə gəlirlərinin düzgün göstərilməməsi səbəbilə verilib. Səbrabad rayon sakini İbrahimova Samirə Nurəddin qızı ünvanlı dövlət sosial yardımla bağlı Dost qapısı proqramına müraciət edib. Müraciət ətraflı araşdırıldı və məlum oldu ki, sözgedən şəxsin elektron sistemə müraciəti bu il aprelin 15-də olub. Müraciətə maddi-məişət şəraitinin müayinəsi əsasında ailənin gəlirləri barədə məlumatın düzgün göstərilməməsi səbəbilə imtina verilib. Bundan sonra ailənin elektron sisteminə müraciəti aşkarlanmadı. Bəli, vətəndaşlara bu kimi hallara diqqətlə yanaşmağı tövsiyə edirik. Müraciət müddətlərinin vaxtında izlənilməsi, eləcə də müraciət zamanı tələb olunan sənədlər və məlumatların sistemə düzgün şəkildə daxil edildiyindən əmin olması olduqca vacibdir. Sıradakı müraciətimiz isə Bakıdandır. Cavad Cavadov bizə ünvanlı sosial yardım üçün müraciət edib 3 azyaşlı uşağı olduğunu bildirir. Vətəndaş və təkrar müraciətini aprel ayında etsə də hələ də bir cavab almadığını qeyd edir. Bildirmək istəyirəm ki, yaşayış ünvanım və ailə tərkibində heç bir dəyişiklik yoxdur. Gəlirlərim isə yalnız pensiya və təqaüddən ibarətdir. Səhhətimdə yaranan xəstəliklə əlaqədar ümumi səbəblərdən birinci dərəcəli əlilliyim var və 3 azyaşlı uşaq atasıyam. Bildirmək istəyirəm ki, mənim 15 iş günü ərzində hələ heç bir cavab verilməmişdir. Siz mənim həmişə sorğularımı apelyativ cavablandırmışsınız. Buna görə çox sağ olun. Bu səfər də istəyirəm ki, mənim müraciətimin tezliklə öz həllini tapsın və mən də ünvanlı sosial yardımdan yararlana bilim bu ay ərzində. Təşəkkür edirəm, minnətdaram. Müraciəti Dövlət Sosial Müdafiə Fonduna yönləndirdik. Məsələ fondda müsbət şəkildə həll edirdi. Ailəyə bir il müddətinə 499 manat məbləğində ünvanlı sosial yardım təyin edildi.
Bakı şəhəri Xətai rayon sakini Cavadov Cavad İntiqamoğlu ünvanlı dövlət sosial yardımı ilə bağlı Dost Qapısı proqramına müraciət edib. Müraciət ətraflı araşdırıldı və məlum oldu ki, sözügedən şəxsin elektron sistemə müraciətinə əsasən ailəyə proaktiv, yəni elektron qaydada 1 may 2026-cı il tarixindən 1 il müddətinə 499 manat 50 qəpik məbləğində sosial yardım təyin olunub. Vətəndaşa mayda ödəniş edilib. Saatlıdan isə bizə İsmail Bəkirov müraciət ünvanlayıb, xəstə anası ilə çətin vəziyyətdə yaşadıqlarını və dəstəyə ehtiyaclarının olduğunu bildirir. İzləyək. Salam aleyküm. Dost xidməti mən Bəkirov İsmail İbrahim oğlu. Saat rayonun Fətəli kəndində yaşayıram. Özüm aslan-minətli ailəyəm. Sizdən xahiş edirəm, bizə maddi və mənəvi dəstək, kömək göstərəsiniz. Çox xahiş edirəm. Artıq dərəcədə rica edirəm, gələsiz bizim ünvanımıza yaxınlaşıb köməklə evimdə də xəstə anam var. Uşaqlardan mahrum yaşayıram, kasıbçılıq ucbatından heç nə eləyəmirəm. Allah rızası üçün gəlib sizdən köməkli istəyirəm. Bəli, İsmail Bəkirovun müraciətini Dövlət Sosial Müdafiə Fonduna yönləndirdik. Məsələ araşdırıldı və bildirildi ki, müraciətə vətəndaşın məşğulluğunun olmaması səbəbilə imtina verilib. Saatlı rayon sakini Bəkirov İsmail İbrahimoğlu Dost Qapısı proqramına müraciət edib. Müraciət ətraflı araşdırıldı və məlum oldu ki, sözügedən şəxsin ünvanlı dövlət sosial yardımı ilə bağlı elektron sistemə müraciəti 19 dekabr 2022-ci il tarixində olub. Müraciətə sistem tərəfindən İsmail Bəkirov və ailə üzvü Bəkirova Gülgəz Fazil qızının məşğulluğunun olmaması səbəbilə imtina verilib. Bundan sonra ailənin elektron sistemdə müraciəti aşkarlanmadı. Növbəti müraciət isə Tovuzdan daxil olub. Aysel Bayramov adlı izləyicimiz mart ayında ünvanlı sosial yardım üçün müraciət etdiyini, maddi məişət şəraitinin yoxlanışından sonra isə imtina aldığını qeyd edir. Mən Tovuz rayonundan mart ayının 2-ci gündə sosial yardıma müraciət etmişəm. Aprel ayının 9-da maddi məişət yoxlaması keçirilib. Aprel ayının 23-də müxtəlif bəhanələr gətirilərək sosial yardıma imtina vurulmuşdur. 2 az yaşlı evladım var. Evladımın biri qan xəstəsidir. Hər ay ona müalicə elətdirməliyəm. Xahiş edirəm, mənim sosial yardımıma yenidən baxıb köməklik eləməyinizi xahiş edirəm. Bəli, əvvəla onu qeyd edək ki, ünvanlı sosial yardımla bağlı müraciətlərə verilən imtinalar bəhanələrə görə deyil, qanunvericilikdə nəzərdə tutulmuş konkret səbəblərə əsaslanır. Yəni, hər bir imtina qərarı hüquqi çərçivədə mövcud qaydalar və normativ sənədlərə uyğun şəkildə verilir. Bu, vətəndaşların müraciətlərinin şəffaf və obyektiv qiymətləndirildiyini göstərir. Digər tərəfdən isə Aysel Bayramovanın müraciətində aşkar edilən uyğunsuzluqlar vətəndaş tərəfindən aradan qaldırıldıqdan sonra müraciət yenidən nəzərdən keçirilib və təsdiqlənib. Nəticədə isə ailəyə 381 manat məbləğində ünvanlı sosial yardım təyin olunub. Bu fakt bir daha sübut edir ki, imtinalar müvəqqəti ola bilər və vətəndaş tərəfindən tələb olunan sənədlər, məlumatlar və şərtlər yerinə yetirildikdə sosial dəstək mexanizmləri tam şəkildə işə düşür. Tovuz rayon sakini Bayramova Aysel Rasim qızı ünvanlı dövlət sosial yardımla bağlı Dost Qapısı proqramına müraciət edib. Müraciət ətraflı araşdırıldı və məlum oldu ki, sözügedən şəxsin elektron sistemə müraciətinə əsasən ailənin maddi məişət şəraitinin müayinəsi həyata keçirilib. Müayinədən sonra ailəyə 1 may 2026-cı il tarixindən 1 il müddətinə 381 manat 68 qəpik məbləğində sosial yardım təyin olunub. Vətəndaşa mayda ödəniş edilib. Bu dəfə aztəminatlı ailələrə aylıq maddi dəstəyi nəzərdə tutan ünvanlı dövlət sosial yardımı proqramı ilə bağlı doğru olaraq bilinən yanlış məlumata aydınlıq gətirəcəyik. Çoxları düşünür ki, aztəminatlı ailənin əmək qabiliyyətli üzvləri işləmədikdə həmin ailəyə sosial yardım təyin olunmalıdır. Əslində isə ailə üzvü qanunvericilikdə nəzərdə tutulan güzəştli hallar istisna olmaqla digər səbəblərdən işləmədikdə yardımın təyin olunmasından imtina verilir. Ailə üzvünün əmək qabiliyyətini itirməsi, birinci dərəcə əlilliyi olan şəxsə
18 yaşına dək əlilliyi müəyyən edilmiş şəxsə və ya 8 yaşına çatmamış uşağa qulluq etməsi, 23 yaşa dək əyani təhsil alması səbəbindən işləyə bilməməsi güzəştli hal kimi nəzərə alınır və yardımın təyinindən imtinaya səbəb olunur. Digər hallarda isə əmək qabiliyyətli ailə üzvü işləyirsə, lakin ailə gəlirləri qanunvericiliklə nəzərdə tutulan həddən aşağıdırsa, sosial yardım təyin olunur. Məqsəd, yardım təyin olunarkən ünvanlılıq və ədalətlilik prinsipinin qorunması, həmçinin məşğulluğun təşviq edilməsidir. Dost qapısına baxırsınız, davam edirik. Qobustan rayonundan Fərid Atalıyev adlı izləyicimiz bizə müraciət edib. Reabilitasiya ilə bağlıdır müraciəti. Tarixin irəli çəkilməsi ilə bağlı bizdən dəstək göstərilməsini xahiş edir. Salam. 1-ci qrup əlil Atalıyev Fərid Salihoğlu, Qobustan rayonu Təkdəkən sakini. Mən reabilitasiyamla əlaqədar Bakı Reabilitasiya Mərkəzinə 18.09.2027-ci il tarix üzrə rezervasiya etdirmişəm. Tezləşdirmə ilə bağlı aprel ayında Reabilitasiya Agentliyinə müraciət etmişəm. Müraciət əsasında Bakı Reabilitasiya Mərkəzinə e-mail göndərilib və mənimlə əlaqə saxlanılıb. Mənə sentyabr ayı ərzində qəbul olunacağımla bağlı məlumat veriblər. Mənə ətraflı izah əsasında bildiriblər ki, iyun ayı ərzində bu mümkün ola bilər, imtina olduğu təqdirdə. Sizdən xahiş edərdim ki, mənim iyun ayı ərzində Bakı Reabilitasiya Mərkəzinə qəbul olunmağıma köməklik eləyəsiniz. Çünki ağrılarım olur. Çox sağ olun. İzləyicimizin müraciəti ilə bağlı Dövlət Tibbi Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə müraciət etdik. Atalıyev Fərid Salihoğlu'nun 8 sentyabr 2027-ci il tarixində Bakı Reabilitasiya Mərkəzinə qəbul üçün rezervasiyası mövcuddur. Özünün də qeyd etdiyi kimi, lakin vətəndaşın müraciətinə aidiyyatı üzrə baxılacaq və qanunvericiliyin tələblərinə uyğun olaraq müvafiq dəstək göstəriləcəkdir. Sıradakı müraciətimiz isə özünə məşğulluq proqramı ilə bağlı edilib. Hacıqabul rayonundan Mai Səfərov müraciət müddətindən xeyli keçsə də hələ də cavab almadığını bildirir. Məşğulluğa idarəsinə müraciət etmişəm. 2-3 il bundan qabaq gəlib çəkiliş eləyiblər. Hələ bir xəbər yox. Vətəndaşın müraciəti ilə bağlı Dövlət Məşğulluq Agentliyindən müraciət edildi və bildirildi ki, Mai Səfərovla əlaqə saxlanılıb, ona özünə məşğulluq proqramının mərhələli icrası barədə ətraflı izah verilib. Vətəndaşın işsiz statusunda dəyişiklik olmayacağı halda təlimlərə cəlb olunacağı nəzərinə çatdırılıb. Hacıqabul rayon sakini Səfərov Mayis Mürvətoğlu'nun müraciəti tərəfimizdən araşdırılıb. Bildiririk ki, Mayis Səfərov 11 avqust 2023-cü il tarixdən iş axtaran kimi qeydiyyata alınıb. Daha sonra məşğulluq imkanlarının qiymətləndirilməsi sorğusu və fərdi məşğulluq proqramı tərtib edilib. Vətəndaşın özünün istəyi ilə maldarlıq təsərrüfatı üzrə müraciəti formalaşdırılıb. 11 mart 2026-cı il tarixdə isə vətəndaşın təsərrüfatında ilkin monitorinq keçirilib və uyğun hesab edilib. Mayis Səfərovun müraciəti ilə əlaqədar özü ilə əlaqə saxlanılıb və özünü məşğulluq proqramının mərhələli icrası haqqında ətraflı izah verilib. İşsiz statusunda heç bir dəyişiklik olmayacağı halda təlimlərə cəlb olunacağı nəzərinə çatdırılıb. Göranboydan isə Aydın Musayev illərlə ünvanlı sosial yardım aldığını, lakin son müraciətlərinə imtina verildiğini bildirir. İzləyicimiz ailə gəlirləri ilə bağlı məsələsinə ətraflı aydınlıq gətirib özündən dinləyək. Mən Musayev Aydın Göranboy rayonunun Dəlmətli şəhərində yaşayıram. 3 evladım var. Kiçik evladımın 3 yaşı var, böyük evladımın 14 yaşı var. Bundan öncə mən 2025-ci il noyabr ayına qədər sosial yardım alırdım. İkinci dəfə müraciət etdim. Bir dəfə yanvar ayında imtina gəldi. Sonra mart ayının 3-də yenidən müraciət etdim. Yenidən yoxlama gəlib, imtina gəldi. İmtina səbəbi də budur ki, mən 3 ay işləməmişəm. İşləmədiyim müddəti də əlavə gəlir kimi 1200 manat illik əlavə gəlir qeyd etmişdim. Həyat yoldaşıma sual verəndə əlavə gəliriniz varmı? O da bilməyərəkdən əlavə gəliriniz yoxdur cavab verib, buna görə imtina gəlibdir.
Bunu araşdırmanızı xahiş edirəm. İzləyicimizin müraciəti ilə bağlı Dövlət Sosial Müdafiə Fonduna müraciət etdik. Bəli, imtina səbəbi təsdiqləndi və bildirildi ki, sonuncu müraciətdən sonra sistemə yeni müraciət daxil olmayıb. Goranboy rayon sakini Musayev Aydın Səməndəroğlu ünvanlı dövlət sosial yardımı ilə bağlı Dost Qapısı proqramına müraciət edib. Müraciət ətraflı araşdırıldı və məlum oldu ki, elektron sistemə müraciət vətəndaşın ailə üzvü Musayeva Leyla Aqil qızının adından bu il martın 3-də olub. Müraciətə maddi məişət şəraitinin müayinəsi əsasında ailənin gəlirləri barədə məlumatın düzgün göstərilməməsi səbəbi ilə imtina verilib. Bundan sonra ailənin elektron sistemdə müraciəti aşkarlanmadı. Şamaxıdan isə daimi izləyicimiz Valeh Yolçuyev bizə təkrar ünvanlı sosial yardımla bağlı müraciət edib. Bundan əvvəlki müraciətləri təsdiqlənib, lakin sonuncu müraciətdə etdikdən sonra hələ də cavab almadığını bildirir. Salam, mən Şamaxı sakini Valeh Yolçuyev Gül Məhəmmədoğlu. 02.04.2026-cı ildə ünvanlı dövlət sosial yardıma müraciət etməyimə baxmayaraq, 142 qaynar xəttə 2 dəfə zəng etməyimə baxmayaraq, indiyə qədər heç bir yoxlama gəlməyib. Himayəmdə də 6 dənə az yaşlı oğul evladım var. Əmək haqqım 398 manatdır, xahiş edirəm, mənə köməklik göstərəsiniz. Müraciəti Dövlət Sosial Müdafiə Fonduna yönləndirdik. Daha bir vətəndaşımızın problemi müsbət şəkildə həll edildi. Belə ki, bir il müddətinə ailəyə 799 manat məbləğində ünvanlı sosial yardım təyin edildi. Şamaxı rayon sakini Yolçuyev Valeh Gül Məhəmmədoğlu ünvanlı dövlət sosial yardımı ilə bağlı Dost Qapısı proqramına müraciət edib. Müraciət ətraflı araşdırıldı və məlum oldu ki, elektron sistemə müraciət vətəndaşın ailə üzvü Yolçuyeva Günay Rasim qızının adından olub. Maddi məişət şəraitinin müayinəsindən sonra ailəyə 1 may 2026-cı il tarixindən 1 il müddətinə 799 manat 20 qəpik məbləğində sosial yardım təyin edilib. Vətəndaşa mayda ödəniş edilib. Cəmiyyətdə yanlış bilinən məlumatlardan biri də əlillik üçün müraciət edən hər kəsdən uzun müddətli müalicə tələbinin olması ilə bağlıdır. Çoxları elə bilir ki, bu tələb əlilliyə əsas verən bütün xəstəliklərə şamil edilir. Əslində isə belə deyil. Əlilliyin ilk dəfə təyini zamanı heç də bütün xəstəliklər üzrə uzun müddətli müalicə tələb olunmur. Belə ki, tibb müəssisələri tərəfindən vətəndaşla bağlı göndəriş verilərkən 73 sayda xəstəlik üzrə müalicə müddəti gözlənilmir. Talisemiya, serebral liflicin ağır formaları, uşaq autizmi, atipik autizm, Retta sindromu, Asperger sindromu, transplantasiya olunmuş ürəyin, böyrəyin, ağciyərin və ya qaraciyərin olması, yuxarı və ya aşağı ətrafların amputasiyası və s. kimi diaqnozlarda stasionar və ambulator müalicə müddəti ilə bağlı hər hansı məhdudiyyət yoxdur. Müalicə müddəti gözlənilməyən xəstəliklərin adları Nazirlər Kabinetinin 12 nömrəli qərarı ilə təsdiq edilmiş, əlilliyin qiymətləndirilməsi məqsədi ilə tibbi sosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi qaydasında qeyd olunub. Davam edirik, Dost Qapısına baxırsınız. Kürdəmirin Atakişili kəndindən Anar Mehdiyev bizə ünvanlı sosial yardımla bağlı müraciət edib, müraciətinə imtina verilib, imtina səbəbini bilmək istəyir. Mehdiyev Anar Mirzaoğlu. Mən ünvanlı sosial yardımla bağlı müraciət edirəm. Təmsilçi yoldaşımdır Mehdiyevə Ana xanım, Natiq qızı. Keçən il sosial yardım almışam, bu il yenidən 2 dəfə vurmuşam, imtina gəlib. İmtina səbəbində də 142-də ayrı məlumat verilib, sosial fondan da ayrı məlumat verilib. 3 az yaşlı uşağım var, xahiş edirəm bir köməkli eləyəsi mənə. Müraciəti Dövlət Sosial Müdafiə Fonduna yönləndirdik. Fondda məsələ araşdırıldı və bildirildi ki, vətəndaşın yaşadığı əraziyə maddi məişət şəraitinin yoxlanışı zamanı əmlak haqqında məlumatların düzgün verilməməsi səbəbilə imtina verilib. Kürdəmir rayon sakini Mehdiyev Anar Mirzağaoğlu ünvanlı dövlət sosial yardımı ilə bağlı Dost Qapısı proqramına müraciət edib. Müraciət ətraflı araşdırıldı və məlum oldu ki, elektron sistemə müraciət vətəndaşın ailə üzvü Mehdiyeva Ana xanım Natiq qızı tərəfindən bu il martın 4-də olub.
Müraciətə maddi məişət şəraitinin müayinəsi əsasında ailənin əmlakı barədə məlumatın düzgün qeyd edilməməsi səbəbilə imtina verilib. Bundan sonra ailənin elektron sistemdə müraciəti aşkarlanmadı. Ruhiyyə Novruzova bizdən dəstək istəyir, az təminatlı ailə olduqlarını və heç bir sosial ödəniş almadıqlarını bildirir. Salam, mən Novruzova Ruhiyyə. Az təminatlı ailəyəm. Ailədə ancaq yoldaşım işləyir, o da taksidə. Taksidəki maşın bizim deyil, arendadır. 4 uşağım var. Dövlətdən heç sosial müavinət heç bir şey almırıq. Sizdən köməkli istəyirəm. İzləyicimizin müraciəti araşdırılıb. Bu haqda cavabı bizə Dövlət Sosial Müdafiə Fondunun əməkdaşı Lalə Sultanova təqdim edəcək. Bərabər dinləyək. Novruzova Ruhiyyə Balabəy qızı ünvanlı dövlət sosial yardımı ilə bağlı Dost qapısı proqramına müraciət edib. Müraciət ətraflı araşdırıldı və sözgedən şəxsin elektron sisteminə müraciəti aşkarlanmadı. Ruhiyyə Novruzova video müraciətdə ailədə təkcə yoldaşının işlədiyini, icarəyə götürülən avtomobillə taksi fəaliyyəti ilə məşğul olduğunu deyir. Qeyd edək ki, ailənin mülkiyyətində və ya istifadəsində nəqliyyat vasitəsi olduqda etibarnamə ilə olması da daxil ailəyə ünvanlı dövlət sosial yardımın təyin olunmasına imtina edilir. Davam edirik. Gədəbəydən Elvin Abdullayev ünvanlı sosial yardımla bağlı 20 gündür müraciət edib, müraciətinə hələ cavab verilmədiyini bildirir. Bizim problemimiz oldu ki, biz ünvanlı yardıma müraciət etmişik. 15 iş günü müddətində gəlməlidir. Bugün vurduğumuz gündən 20 gündür. Hələ bizə yoxlama gəlmir. Xahiş edirəm bu haqda ölçü götürəsəniz. İzləyicimizin müraciətini Dövlət Sosial Müdafiə Fonduna yönləndirdik. Məsələ araşdırıldı və bildirildi ki, maddi məişət şəraitinin yoxlanışından sonra ailəyə 1 il müddətinə 499 manat məbləğində ünvanlı sosial yardım təyin edilib. Gədəbəy rayon sakini Abdullayev Elvin Salmanoğlu ünvanlı dövlət sosial yardımı ilə bağlı Dost qapısı proqramına müraciət edib. Müraciət ətraflı araşdırıldı və məlum oldu ki, sözügedən şəxsin elektron sistemə müraciətinə əsasən maddi məişət şəraitinin müayinəsindən sonra ailəyə 1 iyun 2026-cı il tarixindən 1 il müddətinə 499 manat 50 qəpik məbləğində sosial yardım təyin olunub. İyunda sosial yardımlar ödənilərkən vətəndaşa köhnə kartı vasitəsilə ödəniş edilməsi nəzərdə tutulub. Cəlilabaddan isə Ziyafər Həsənov aprel ayında ünvanlı sosial yardım üçün müraciət etdiyini, lakin hələ bir cavab almadığını bildirir. Salam dost evi. Mən Həsənov Ziyafər Mükafatoğlu, Cəlilabad rayon Günəşli kəndi. Aprel ayının 2-si sosiala müraciət eləmişəm. Hələ də bir xəbər yoxdur. Nə də maddi şəraiti gəlib yoxlamayıblar. Xahiş edirəm bu barədə mənə məlumat verəsiniz. Cəlilabad rayon sakini Həsənov Ziyafət Mükafatoğlu ünvanlı dövlət sosial yardımı ilə bağlı Dost qapısı proqramına müraciət edib. Müraciət ətraflı araşdırıldı və məlum oldu ki, sözgedən şəxsin elektron sistemə müraciəti bu il mayın 20-sində olub. Qeyd edək ki, ünvanlı dövlət sosial yardımının alınması üçün müraciətlər sistem tərəfindən 15 iş günü müddətində araşdırılır və qəbul edilmiş müvafiq qərarlar barədə məlumat ərizə bəyannamədə qeyd olunmuş əlaqə vasitəsinə göndərilir. Xahiş edirəm, mən bu işimə baxılsın. Tək anayam ki, az yaşlı uşağım var, gəlsinlər, məişət şəraitimi çəksinlər, baxsınlar. Hər dəfə müxtəlif bəhanələrlə mənə imtina verilir. Çox xahiş edirəm, aidiyyət üzrə bütün qurumlardan mənim işimə baxılsın, mənim sosial yardımımı düzəltsin. Gədəbəy rayonundan Aynur Hüseynovanın müraciətini izlədik. Bir daha xatırladırıq ki, ünvanlı sosial yardımla bağlı müraciətlərdə verilən imtinalar bəhanələrə görə deyil, qanunvericilikdə nəzərdə tutulmuş konkret səbəblərə əsaslanır. Yəni, hər bir imtina qərarı hüquqi çərçivədə mövcud qaydalar və normativ sənədlərə uyğun şəkildə verilir.
Gədəbəy rayon sakini Hüseynova Aynur Akif qızı ünvanlı dövlət sosial yardımı ilə bağlı Dost qapısı proqramına müraciət edib. Müraciət ətraflı araşdırıldı və məlum oldu ki, elektron sistemə müraciətə sistem tərəfindən təmsilçi Aynur Hüseynovanın məşğulluğunu təmin edən torpaq mülkiyyətinə görə sığorta ödənişlərinin tam olmaması səbəbi ilə imtina verilib. Bundan sonra ailənin elektron sistemdə müraciəti aşkarlanmadı. Dövlət Sosial Müdafiə Fondundan verilən rəsmi cavabı dinlədik. İzləyicilərimizə müraciət zamanı sənədlərin tamlığına xüsusi diqqət yetirmələrini tövsiyə edirik. Çünki hər hansı çatışmazlıq imtina ilə nəticələnə bilir. Eyni zamanda müraciət müddətlərinin izlənməsi də olduqca vacibdir. Bu həm prosesi sürətləndirir, həm də vətəndaşın hüquqlarının vaxtında təmin olunmasına imkan yaradır. Sırada isə Teymur Əhmədova müraciətini izləyəcəyik. Ünvanlı sosial yardımla bağlı müraciətinə cavab verilmədiyindən narahatdır. Salam, mən Əhmədov Teymur Əzimoğlu. Sizdən xahiş edirəm ki, sosial yardıma görə aprelin 1-i müraciət eləmişəm. Xahiş edirəm, gəlin mənim evimə baxış keçirəsiniz. Vəziyyətim çox acınacaqlıdır, çox pis vəziyyətdə yaşayıram. Xahiş edirəm, gəlin mənim evimə baxış keçirin. İzləyicimizin müraciəti əsasında artıq maddi məişət şəraitin yoxlanışı aparılıb və rəsmi cavablar bərabər dinləyək. Sabirabad rayon sakini Əhmədov Teymur Əzimoğlu ünvanlı dövlət sosial yardımı ilə bağlı Dost qapısı proqramına müraciət edib. Müraciət ətraflı araşdırıldı və məlum oldu ki, sözügedən şəxsin elektron sistemə müraciəti bu il aprelin 6-sında olub. Müraciətə sistem tərəfindən Teymur Əhmədovun və ailə üzvü Əhmədova İntizar Əlzadə qızının torpaq mülkiyyətinə görə məşğulluğunu təmin edən sığorta ödənişlərinin tam olmaması səbəbi ilə imtina verilib. Bundan sonra ailənin elektron sistemdə müraciəti aşkarlanmadı. Hacıqabuldan isə Samurad Cənnətov ünvanlı sosial yardım üçün müraciət edərkən bir neçə problemlə qarşılaşıb ətraflı özündən dinləyək. Sizə xahiş edirəm, mənə köməklik göstərsiniz. Mən sosial yardımla bağlı müraciət eləmişdim və martın 4-də imtina cavabı gəlib ki, pay torpağınız var. Pay torpağın vöyünü bağlıdır, yəni aktiv deyil. Mən getdim dərhal ayın 4-ü vergi orqanına, rayon şöbəsinə getdim, onu aktivləşdirdim, gəldim sənədi təzədən sistemə daxil elədim. Ayın 6-sında da, martın 6-sında da mən zəng gəldim 142 qaynar xəttinə, mənə dedilər ki, bəli, vöyünün artıq aktivdir, sistemdə aktiv görünür. Aprelin 21-də yoxlama gəldi, çəkiliş, hər bir şey qaydasında öz yerində getdilər. 27-sində mənə imtina gəldi. İmtihan səbəbini öyrənən mən özüm də şoka düşdüm ki, deyir sizin vöyünüz aktiv görünmədiyi üçün sizə imtina verilib. Xahiş edirəm bu barədə mənə köməklik göstərsiniz. İzləyicimizin müraciətini Dövlət Sosial Müdafiə Fondunda yönləndirdik. Məsələ araşdırıldı və məlum oldu ki, vətəndaş əmlaki barədə məlumatın gizlədilməsi səbəbi ilə imtina alıb. Hacıqabul rayon sakini Cənnətov Samurad Ağamuradoğlu ünvanlı dövlət sosial yardımı ilə bağlı Dost qapısı proqramına müraciət edib. Müraciət ətraflı araşdırıldı və məlum oldu ki, sözügedən şəxsin elektron sistemə müraciətinə əsasən maddi məişət şəraiti müayinəsindən sonra ailənin əmlaki barədə məlumatın gizlədilməsi səbəbi ilə imtina verilib. Bundan sonra ailənin elektron sistemdə müraciəti aşkarlanmadı. Bu həftəyə olan son müraciəti sizə təqdim etdik. Əgər sizin də sosial sahə ilə bağlı müraciətləriniz varsa, buyurub 010 3 142 142 qaynar xəttimizin WhatsApp nömrəsinə müraciətiniz haqqında qısa video çəkərək göndərə bilərsiniz. Hazırda ekranda da nömrələrimizi görürsünüz. Bizi izlədiyiniz üçün təşəkkür edirik. Sosial sahə ilə bağlı bütün yeniliklərdən operativ şəkildə xəbərdar olmaq üçün Dost TV-də qalın.